Görün buna necə, bax bu, deməli, o deyir, panellə anadan olan ha deyirəm, yəni, yox ki, təhqir eləmək üçün ha, yəni nə var onu deyirəm. Görün necə əl alır belə adamları. Bax bunları da məsəl üçün, bunlar, bax belənkə adamlar, deməli, bu erməni yazıçıdır. O ki deyir, bu deyir ki, Bakinski, Çuşki, вас русские научили как стоять, там bilirsiniz də. Bu arkasını yummayan, yüzünü yummayan, əlini yummayan, ay kakot kaklanır. Nə qədər deyirəm, bunların sifəti, yəni o deyir, o camışın dərisi də sifətləri tüpürgünən, eləcə yağış yağır. Bax bu alçaqlar gəlib bunu dəstək olurlar, dəstək olurlar. Deyirlər ki, sağ ol yəni, sən bizi nə yaxşı düzünü deyirsən, yəni biz deyir xoruz olmuşuq. Görə gürcülərə, ləzgilərə deyir ki, siz deyir öz mənliyinizi itirmişsiniz. Siz niyə gərək işğalın altında olasınız? Niyə gərək türklər sizə deməli şey olsun, hakim olsun, nə bilim, ay kişi. Nəysə bax belə. Mən o millətlərə, ümumiyyətlə Qafqaz millətləri unutmasınlar, 1930-acan türk dilində danışırdınız da, utanmırsınız. Deməli bu alçağın bu bir dənə o bilirsiniz, o mən yenə də deyirəm, o fahişə insanla kişi olsun. Əgər dostluq edirsən, ona dəstək olursan, onda sən də onun tayı olursan da. Ay kişi, siz utanmırsınız, sizə deyir ki, siz xoruzsunuz, sizi türkləşdiriblər də. O deyir, o belə deyir, deyir, yəni kişi də əzilir. Deməli, bu insanlar, mən bilmirəm, gedib evdə, ailədə necə yatırlar. Vəbşi ümumiyyətlə bu xalqlar yoxdur ki, bu belatın hamısına deyir ki, siz adınız yox, haqqınız yox, kitabınız, dəftəriniz yox. Gör necə bunları, deməli, yəni bu adam da belənki bir tərbiyəsiz, mədəniyyətsiz insanla, ay kişi, oturub durarlar, ona inanarlar. Mən başa düşürəm, bunlar gedib ailədə arvad uşağının üzünə necə baxır, necə. Sizə sözüm yoxdur. Birinci o, bu türk dili Qafqazda biri düşünmür, biri başa düşmür ki, niyə Qafqazda beynəlxalq dil türkdür o. Başa düşmürlər də, axı gəlmə türk necə ola bilər? Gəlsin, onun dili deməli olsun beynəlxalq. Başa düşmürlər. Necə ola bilər? Bu Qafqazın da bilirsiniz nə var? Biri var ki, fransız gəlib işğal edir, Rus işğal edir. O ayrı məsələdir, onun dilini danışır. Biri də var ki, dünya bunu təsdiq edir ki, yəni bu birinci Qafqazda türk olub da, yəni bunu etiraf eləmək, yəni barışmaq nə də ayıbdır. Nəsə bir özüyə başalçalıdır. Yaşayırlar da qardaş. 10 nəfər olub sizdə, hər millətdən biri 10 nəfər, 20 nəfər olub, dağlarda yaşayırlar, avulda yaşayırlar. O avul bilirsiniz də nədir? Ruslar gəlib hücum eləyəndə hamı o qaçıb orada yaşayırmış ki, amandır öldürəcəm. Onu da bütün Azərbaycanlar xilas edirdi, Qafqaz deməli xalqlarını. Bizim bu türklər. Stalinin 30-cu ildə biri fikirləşmir ki, bu gürcüsü, bu ləzgisidir. Bir demirlər ki, bu Stalin axır 30-cu ildə türk dilini ləğv elədi, oldu beynəlxalq rus dili də. Yəni türkü niyə ləğv elədi? Türkü məhv eləmək üçün də dilini ləğv elədi. Sonra da başladı özbək, tatar, başqa millətlər, Azərbaycanlı bunlar türk dili. Bilirsiniz, hər bir o Qafqazda oturan o alim var ha.
deyir sənə alimə. Gedib o mənbələrə oturub baxanda bir arxivlərdə Dağıstanın alimləri bir baş izi də işlədir. O deyir baş, beyin nəyə görədir? Beyni izi də işlədir də. Hər orada o mənbəni oxuyanda o deməkdir ki, hər şeyi beynin olmalıdır ki, fikirləşirsən ki, bunu yazıbsa, bəlkə bunu qəsdən yazıb. Onun millətinə baxırlar, onun dövlətinə baxırlar, onun mədəniyyətinə, onun xarakterinə, onun tərbiyəsinə, onu bir öyrənirlər, sonra oradan qiymət qoyurlar. Yəni artıq onu bilirsən ki, bu kimdir, nəçidir? Başqa cürə sən deyir, elə oturub oxuyub elə şey eləməklə, köçürtməklə ki, düz yazıbdır. Birisi deyir də, mən deyirəm, biraz ağlınızı işlədin. Sonra qərar verin. Bax belə, indi bu Bela xanım belə, bu xanım deyirəm də buna. Bu alçaq deməli, belənki görün, necə işləyir ki bu kişilər, kişi alimi də, onun nə bilim, ağıllısı da, fəhləsi də necə bunun arxası ilə gedirlər, buna dəstək olurlar. Bir demiş ki, axı mən kimə dəstək oluram? Ay şəli görün, o adama dəstək olanda onda mən kiməm? Gedib o kağız közləri, xəritələri bir-birinin gözünə soxurlar. Hələ düşünməmiş, fikirləşməmiş ki, bu nədir? Ay yenə də deyirəm də, gedin oturun nağıllara, o nağıllar ki, ruslar yazıblar. Nəysə, bax, bu qədər istədim deyəm ki, yəni bu alçaq qadından əl çəkin, onun suyuna düşməyin, o sizi uçuruma aparır, o sizi görürsünüz, sizə alçaldır, aşağılayır, siz ona dəstək olursunuz. Sizi aşağılayır, başa düşürsünüz, siz evdə necə oturdurub çörək yeyirsiniz. Ona görə deyirəm ki, bax, bu neçə ki var, bundan yaxın durmayın. Yoxsa o özü də pis qutaracaqdır və sizin üçün də pis olacaqdır. Yəni bir şeyi yenə də deyirəm, bu Tanrı ki bir şeyi biraz veribsə kiməsə, deyək ki, bu demək deyil ki, yeri vurumu öldürüm. Yəni bu hər yanda belədir. Yəni Tanrı kim, Tanrının seçimidir. Kiminsə dövlət yaradır, kiməsə torpaq verir, kiməsə bu onun qərarıdır və sən durub indi adamı niyə öldürməlisən? Niyə şey təkbir edirsən? Niyə dəva edirsən? Bunu Tanrıdan istə, bəlkə Tanrı özü bilən məsləhətdir. Sənə versələr, mən gəlib sənin torpağına girsəm yaxşı olar. Torpağında bayraq qoyam, yaxşı olar. Bütün xalqlara deyirəm, deyirəm ki, sizin gəlib bayrağınızı atamız, bayrağımız xoşunuza gələr. Gələm oturam sizin evinizdə yaşayam, sonra deyəm bura mənimdir, xoşunuza gələr. Əl çəkin bunu. Qardaş, bu 5 günlük dünyada torpaq, yenə də deyəm, torpaq davası onu minillərlə kim eləyib də qutardı getdi. Nəyə lazımdır? Onu bir də Tanrı məsləhət bilər, özü bilər dağıdacaq, kimə nə verəcək, kimə nə verəcək. Mən durub ondan bir şey eləməyəcəm ki, durub deməyəcəm dəvə niyə səninki var, mənə yoxdur. Bilirsiniz, bax bu qədər yəni